Salam, bugünkü dərsimizdə biz süni intellekt modellərinin işləməsi zamanı qarşımıza çıxan problemlərin səbəblərini və həll yollarını öyrənəcəyik. Bugünkü dərsimizdə onu öyrəndik ki, hansı ki biz modelimizi train elədik. Amma ki bizim nəticələrimiz yaxşı olmadı və bu problemi aradan qaldırmaq olar. İlk öncə overfitting və underfitting deyilən bir böyük problem var. Onlar haqqında danışmaq istəyirəm. Deyəlim ki, sizin datanız azdır, amma modeliniz çox böyükdür. Bu zaman overfitting başa gəlir, overfitting yaranır. Bu problemi aradan necə qaldırmaq olar? Mən burada bəzi 2 ədəd fayl vermişəm. Deyəlim ki, siz normal şəkildə bayaq kodu dayan əldeyiz, nəticəni aldınız, amma burada bir dəyişiklik eləməliyik. Əgər bizim modelimiz istədiyimiz kimi alınmamışsa, burada bir YAML faylı var, default YAML. Bunu açılır. Burada bəzi parametrlər var. Sizin datanıza uyğun olan bu parametrlər dəyişilməlidir. Deyəlim ki, overfitting varsa bu artırılmalıdır. Və yaxud da epoxlar sayı artırılmalıdır, dropout əlavə olunmalıdır. Dropout burada hardadır? Dropout məsələ deyir ki, 2 ya 3 verilməlidir. Bu dəyərlər dəyişilməlidir sizin datasetinizdən asılı olaraq. Və yaxud da underfitting yarana bilər. Underfitting necə yaranır? Modeliniz çox sadədir, amma datanız çox böyükdür. Bu zaman sizdə underfitting yaranacaq. Bəs bu underfitting və overfittingin yaranmasını necə başa düşmək olar? Deyəlim ki, sizin validation lossunuz çoxdur. Burada hansı ki biz aşağıda bayaq validation loss aldıq. Burada bəzi nəticələr var. Bu nəticələrə əsasən bizim məsələn burada dəyərlər verilir. 90-50 arası və 50 arası. 50% nəzərdə tutulur. Bu accuracy deyilir onlara. Accuracy'lərə görə siz orada sizdə underfitting ya da overfitting yarandığını başa düşə bilərsiniz. Və yaxud da sizin loss dediyimiz, yəni itkiləriniz getdikcə azalmırsa, deyəlim yuxarı qalxaq. Məsələn, qrafikdən göstərim. Görürsünüz ki, burada classification loss yazılıb, yəni sinifləndirmə xətası. Bu getdikcə xəta azalır. Əgər bu xəta artırsa, deməli sizdə underfitting vardır. Bəs overfitting necə olur? Sizdə training losslar çox aşağı gəlir. Lazımsız, yəni görürsünüz ki, belə bir şey ola bilməzdi, amma olubdur. Bu zaman sizdə losslar birdən-bir aşağı enir. Bu zaman başa düşmək lazımdır ki, overfitting yaranır. Sizin modelinizin performansı getdikcə durmadan artır da, yəni bu olma heç bir modeldə ola bilməz. Sonra bu problemləri necə həll etmək lazımdır? Yəni dediyim kimi, burada bəzi dəyərlər var. O dəyərlərə uyğun, sizin modelinizə uyğun olaraq buradakı dəyərlər dəyişdirilməlidir. Bu haqda verəcəyim məlumatlar bu qədər. Və siz əgər hər trainingdən sonra gəlib aşağıda burada öz datalarınızı analiz edə bilərsiniz. Bu nəticələrə uyğun olaraq modelinizdə burada dəyişikliklər edirsiniz. Bu default YAML faylı, default yox, dataset YAML faylı isə nədir? Bu bir dənə fayl yaradır ki, hansı ki sizin fayl şəkillərinizin uzantılarıdır. Məsələn, test faylında olan şəkillərdir burada. Şəkillər yenə yüklənməyib. Siz bunu 300 kopyalayırsınız. Deyəlim orada training soruşur. Trainingi kopyalayırsınız. Gətirib buraya yapışdırırsınız. İndi böyük ihtimal sizdə deməli eyni olacaq. Onun üçün sizdə eləməyə gərək olmayacaq. Mən bu notebook'u promo hazırlayacağam. Sadəcə siz burada datanızı daxil edəsiniz. Burada datanızı daxil edirsiniz. Sadəcə training edib gedəsiniz. Əgər sizdə nəticələrin istədiyiniz kimi alınmasa, bu metoddan istifadə edə bilərsiniz. Burada tam kodu göstərim, bağlayayım. Bunun tam kodu isə budur. Bu komanda daxil edirsiniz və traininginiz başlayır. Əvvəldə bunu əlavə eləmək lazımdır.
Bu hissəni də əlavə edirsiniz. Ondan sonra bunu run edirsiniz və sizdə treyning başlayır. Burada belə davam edəcək. Siz burada yenə də davamlı olaraq nəzarət etməlisiniz. Deyəlim ki, overfitting görürsünüz, dayandırırsınız. Gedirsiniz, girirsiniz bura. Default bu faylına. Burada dəyişikliklər edirsiniz. Bundan sonra save edib çıxırsınız. Ctrl save-ə basın, save olunur. Deyəlim ki, bunu dəyişdim. Burada işarə düşübsə, deməli bu save olunmayıb. Bunu dəyişəndən sonra Ctrl save-ə basıram. Burada işarə edəcək. Ctrl save elədim, getdi. Buna bastım, çıxdım. Sonra bir də kodu təzələnə başlayır treyningə. Treyningdən sonra da yenə modelinizi save edirsiniz. Həmənki kimi Fransa girirsiniz. Save olunandan sonra modeliniz belə açılır. Modeliniz treyning olunandan sonra bura weight düşəcək. Weight-ə girirsiniz. İçində best modeli var. Əvvəlki dərslərdə də göstərmişəm necə götürmək olur, həmin modeli endirmək olur. Bununla da bugünkü dərsimiz başa çatdı. Sağ olun. Gələn dərslərdə görüşmək ümidi ilə.